Ay millət, 3 gündür kontur salmışam, deyir müddət qurtarıb. Sizi belə görüm, heç o müddətə qalmayasınız. Bu nə biabırçılıqdır, bu nədir? Bu milləti yıxıb sürüyəcinizmi? Elə sürüyübsünüz də. Hər gecə bir qanun, bir cərimə, bir qanun, bir cərimə. Getmişəm işıq qaz pulu keçirməyə, deyir 1 manat da artıq keçirməlisən. Bu nə olan şeydir? Təzə qanundur. Suya limit tutulacaq. Vay 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 vay, sizi görüm. Öləndə yeməyə üstünüzdə heç belə su tapılmasın. Kəmər taxmayıbsan, cərimə. Ağ xətt taxmayıbsan, cərimə. Sürəti aşıbsan, cərimə. Kəmər nə zibildir ki, adam ölümdən saxlaya. Allah Taaladan ölüm bir Allah adamı kimi deyirəm. Ayına, gününə, saatına, dəqiqəsinə tən yazılıb. O mümkünsüz məsələdir. Bir nəfər yoxsunda görüb uşaq öləcək. Uşağı evdə qov, qapıyı qıfıllayıb gedib. Ki, bir gün uşağım öydən eşiyə çıxmasın. Gələndə görüb şifanerin başından ütü düşüb, uşağın kəlləsinə dəyib ölüb. Qonşuya deyirəm, nə vaxtdır sən işə çıxmırsan, niyə? Qazaq Gəncə qazeli sürürdü. Deyir, köhnə maşınları Gəncəyə buraxmırlar. Ay köpək uşağı, ay it uşağı. Ha vaxt köhnə maşının kreditini verə bildi ki, təzə maşın da ala bilə. Sonra təzə qanun çıxıb, kimin maşını var, 10 manat cərimə ödəməlidir. Bu da odurmu ki, bir neçə gün bundan əvvəl televizorda deyildi ki, metronun stansiyası artdıqca ödəmə pulu artacaq. Ay sizə heç uğur olmuyor. Onu icra eləyəni də Allaha tapşırıram. Belə xərçəngə tutulsun, heç dərmanı tapılmasın. Dünən televizorda nə deyilir? Ər-arvad ailədə münaqişəsi olarsa aparsın, məhkəməyə versin. İndi də ər-arvadın arasına girdiniz. Ailənin içinə mi girdiniz? Bu nə deməkdir bilirsən? Məhkəmədə kim iddia qaldırıb, banka pul keçirməlidir. Bax, buna əl atıblar. A Milli Məclisdə oturanlar, hərəniz bir qırmızı qalstıqı taxıb, orada nəyə oturursunuz, hə? Niyə oturursunuz orada? Və siz ki, bu işlərə diqqət yetirmirsiniz, niyə oturubsunuz orada? Prezidenti tərifləyəcəm. Prezident gözəl insandır. Əsl prezidentliyə layiqdir. Hansı prezident onun bildiyi qədər çox dil bilir? Ümumiyyətcə, hər cəhətdən. Savadına, səviyyəsinə, tərbiyəsinə söz ola bilməz. Bu cəmaatın məsələsini Milli Məclislərdəkilər uğruna çatdırmalıdırlar. Onlar çatdırmalıdır. Elə bilməyim ki, mən prezidentə yaltaqlanıram, qorxuram. Xeyr, mən kim? Prezident kim? Bir adam ki, yer kürəsində, dünya miqyasında yeganə adam olsun, Allahı görsün və görüşsün. Prezidentdən niyə qorxmalıyam, niyə yaltaqlanmalıyam? O mənə yaltaqlanmalıdır. Mən göydə, o yerdə. Başa düşdünüz? Heç də mən ona nə yaltaqlanmıram, nə qorxmuram. Mən öz fikrimi deyirəm. Həqiqətən onu çox istəyirəm. Hansı prezident danışanda yanında tərcüməçi aparmır? Hansı ölkəyə gedir, hansı dildə danışır, bir dəfə də olsa o adam tərcüməçi aparmayıb. Mənim bugünkü söhbətim bu qədər. Sağ olun.